Herkese salam. Bugün 1 iyun Uşaqlar Bayramı münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik edirəm. Bugün uşaqları gəzintiyə aparmaq istədik. 45 dəqiqə yolda probkada qaldıq. Onları çəkməyi unutmuşam. Sonra da parkovka yerində yarım saat gözləmişik ki, maşınlar çıxsın, biz girək. Sonra da əslində gəmi üçün gəlmişdik. Biz gəmiyə minməyə sadəcə olaraq hava çox küləkli olduğuna görə gəmiyə minə bilmədik. Burada da görürük ki, gəmi oradadır. Həyəcanla qaçırıq ki, gəmiyə minək. Nilüfer də burada çox üzgündür ki, gəmi işləmirdi deyə. Küləkli hava olduğu üçün gəmiyə çıxmağa icazə yox idi. Və belə bulvarda gəzdik. Burada şimdi ne? Abart. Abart. Ben de okumamda. Hadi. İndi başladık maşına. 7 de olmalıydı. Əslində gəmi gəzintisi olaraq bu vlogu paylaşmaq istəyirdim, alınmadı. Amma inşallah gəmiyə minərkən inşallah bir vlog çəkib paylaşacağam. Hələlik abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.